Məsələ 7. A bərabərdir kök altında 130 çıxılsın 5. Ədədinin tam hissəsinin 6'da 1 hissəsini tapın. Həlli. Əvvəlcə kök altında 130'a baxaq. Kök altında 130. Bu irrasional ədəd hansı iki natural ədəd arasındadır? Deməli, bu 130, kök altında 130, 11 ilə 12 natural ədədlər arasındadır. Niyə? Çünki kök altında 121 kiçikdir kök altında 130, bu da kiçikdir kök altında 144. Bax, buradan 11 çıxdı yazdıq. 144'dən də 12 çıxdı yazdıq. Deməli, bu iki tane. Onda 130'un tam hissəsi bərabərdir 11'ə bərabər. Çünki 11'dən böyükdür, 11'ə bərabər olacaq. Və tam hissənin tərifini bir daha xatırlayaq. X həqiqi ədədindən böyük olmayan ən böyük tam ədədə X həqiqi ədədinin tam hissəsi deyilir və kimi işarə olunur. Onda 130'un tam hissəsi tapdıq, 11'ə bərabərdir. Və bizim A ədədinin tam hissəsi olacaq. Tam hissə kök altında 130 çıxılsın 5. Və bu da bərabərdir. Kök altında 130'un tam hissəsi çıxaq 5. Alıq 130'un tam hissəsi 11'ə bərabər oldu. 11 çıxaq 5 bərabərdir 6. Beləliklə A ədədinin tam hissəsi 6'ya bərabərdir. Bizdə isə bu ədədin 6'da 1 hissəsi tələb olunur. Yəni 6'da 1 tam hissə A bərabərdir. 6'da 1 vurulsun, tam hissə 6 olduğundan 6'ya ixtisarlar aparır, bərabərdir 1. Beləliklə A ədədinin tam hissəsinin 6'da 1 hissəsi vahidə bərabərdir. Cavab vahid 1'ə.